Elə olur ki, süd vəzinin giləsi də götürülür. Bəli, Düzdürmü? bəli. Bəs o giləni yaratmaq olurmu sonradan? Olur. Bu artıq ciddi bir cərrahiyyə əməliyyatlarıdır və icra olunur. Azərbaycanda da icra olunur. Bəli. Buna onkoplastik əməliyyatlar deyirlər zaten. Çox möcüzəvi şeydir. Bəli. Bəs gilənin əmələ gəlməsi? Giləni formalaşdırırıq. Yəni düz dəridən. Nədən? Elə öz dərisindən. Yəni süd vəzi dərisindən. Aha. İndi mən kağız versəz, mən sizə gilə düzəldərdim oradan. Yəni giləni kəsirik, Bir formalaşdırırıq. dəqiqə doktor. Bir dəqiqə. Buradan mən sizə bir dənə varaq çıracam. Amma ağ varaqdır, kitab çırmıram. Qayçı da verin. Qayçı yoxdur. Nənə kəsəcəm. Əllə olmur. Yaxşı verin kəsin. Siz burada göstərin görüm hələ necə olur. Bax bu dəridir. Hə. Aha. Bax ki bu dəridir. Bu dəridir də belə. Aha. Bu dərini belə kəsdim. Düzdür, bunu qaldırdım. Bunu bir belə tikdim. Aha. Öncə. Bunu da sonra belə tikdim. Sonra çevirdim, bu şəkildə tikdimsə, belə bir gilənin ucunu düzəldə biləcəm. Alta qatlayaraq. Bəli, yəni baxın. Çəksəydim daha aydın olardı. Bu belə kəsdim. Aha. Bunları ilk öncə belə elədim, fikirləşin ki. Belə bir-birinə. Bu sinənin üstündə əmələ gəlir, yoxsa siz dərini kəsib atıb çıxartmısınız? Dərini çıxartmısınız, əlinizdə dəridir. Düz dəridir də, düzdür. Kəsdim bunu belə, düzdür, belə.